Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün yumşaq, xırçıltılı şorqoqalı hazırladım. Bunu necə hazırladım? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə onu qeyd edim ki, bugün martın 20-si iki gözəl bayramımızdır. Həm Ramazan bayramı, həm də Novruz bayramı. Bu gözəl bayram münasibətilə məni izləyən hər kəsin bayramını təbrik edirəm. Allah hər kəsə sağlam canla gözəl bayramları qeyd etməyi nəsib etsin inşallah deyirəm. Keçirik reseptimizə. 1 kilo un götürmüşəm. Üzərinə 1 yemək qaşığı duz, 1 çay qaşığı sarı kök əlavə edib, üzərinə 2 yumurta və 200 qramlıq xama əlavə edib, xəmirimizi ilıq südlə yaxşı-yaxşı yoğururam. Üzərinə 150 qram əridilmiş yağ əlavə edirəm. Və biraz yaş maya əlavə edib xəmirimizi yoğururam. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Mən 1 kilo unun şorqoqalını hazırladım. Siz istəsəz ərzaqları artıra da bilərsiniz. Artıq xəmirimiz hazırdır. Bunu mayalanması üçün kənara qoyuram, üzərini örtüb. Keçirik içliyimizi hazırlamağa. İçliyimiz üçün bizə nə lazımdır? 500 qram un götürmüşəm. Üzərinə 1 yemək qaşığı duz, 150 qram otaq temperaturunda olan yağ, 1 qaşıq sarı kök, 1 çay qaşığı qırmızı istiot, 1 çay qaşığı raziana, 1 çay qaşığı çirə. Bunları əlavə edib xəmirimizi umaç halına gətirirəm. Artıq gördüyünüz kimi unumuzu umac etdim. İçliyimiz də hazırdır. Bunu bir 5-10 dəqiqə kimi ocağın üzərində qovururam, çiğ qalmasın deyə. Qeyd edim ki, mənim bu hazırladığım içilik 2 kilo una nəzərdə alınıb. Mən bunun yarısını saxlayacağım. İçliyimiz də hazır oldu. Keçirik xəmirimizə. Xəmirimiz artıq mayalanıb. Bunu 9 ədəd kündəyə ayıracağım. Kündələrimizin hər biri ölçüsü 214-215 qram olacaq. Kündələrimiz hamısı eyni ölçüdə olsun deyə tərəzidə çəkirəm. Hamısını 214-215 qram edirəm. Dokuz ədəd kündə hazırladım. Bunları yumurlayıb kənara yığıram. Dokuz ədəd kündəmizi hazır etdim və üzərinə dəsmalla örtürəm. Biraz da belə mayalanmasına bıraxıram. Artıq biraz mayalanıb keçirəm xəmirlərimizi yaymağa. Bütün kündələrimizin hamısını yaydım və kənara qoydum. Keçirik masanın üzərini yağlamağa. Qeyd edim ki, masanın üzərini yağlayarkən duru yağdan istifadə edin. Çünki ərinmiş yağdan istifadə etsəz, xəmirimiz yapışacaq. Buna görə də duru yağdan istifadə edin ki, daha səliqəli alınsın. Və xəmirlərimizin hamısını bir-bir yağlayıram. Üzərinə əridilmiş yağdan istifadə edirəm.
Bütün kündələrimizin hamısını yağlayıb üst-üstə yığıram. Əgər reseptimiz kiməsə maraqlıdırsa, yorumlarda yazsın. Mən açıqlama bölümündə reseptimizi qeyd edim. İlk öncə xəmirimizi bu formada atıb dartarkən çalışın ki, cırılmasın. Yox, əgər cırılırsa, bunun heç bir qorxusu yoxdur. Bu normal haldır. Qeyd edim ki, 8 kündəmizin hamısını yağladım və son 9-cu kündəmizi yağlamıram və kənarlarını gördüyünüz formada kəsib düzəldirəm ki, kvadrat formasında olsun deyə. Gördüyünüz kimi kvadrat formasına saldım və oxlovla bunu biraz yayıram. Artıq xəmirimiz hazır oldu. Gördüyünüz kimi 2 barmaq enində lentalar kimi kəsirəm. Və kəsdiyim xəmirimizi yavaş-yavaş özümə tərəf çəkə-çəkə yumurlayıram. Bütün kündələrimizin hamısını eyni qayda ilə etdim və bunların da üzərinə biraz dəsmal atıb, biraz gözlədirəm ki, burada da biraz mayalansın. Keçirəm şorqoqalı hazırlamağa. Gördüyünüz formada içinə açıram. Və hazırladığım içlikdən 1 yemək qaşığı içərisinə əlavə edib ağzını bağlayıram. Və əlimlə basaraq bu formada yayıram. Təkrar olaraq yenə də göstərirəm. Yaydım və içərisinə 1 yemək qaşığı içlikdən əlavə etdim və ağzını da bu formada bağlayıram. Və üzərindən basaraq yayıram. İstədiyiniz formada hazırlaya bilərsiniz. Mən də bu formada hazırladım və kənarda 15-20 dəqiqə saxlatdım ki, mayalansın. Və indi də üzərinə yumurta çəkirəm. Və üzərinə gül fiqurunu maka batırıb bu formada şorqoqalının üzərinə qoyuram.
Şorqoqallarımız hazır oldu. Bunları bişməyə qoyuram. Artıq bu da şorqoqalımız bişdi. Möhtəşəm görüntüsü, möhtəşəm dad oldu. Bəli, dəyərli izləyicilərimiz, bir videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun. Allah'a əmanət olun. Paylaşdığım videolar kimlərəsə fayda oldusa, videomu bəyənməyi unutmayın.